Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Keçən videoda qeyd etdiyim kimi, bu dəfə də sertifikasiya tipli sınaq 2-nin izahına baxırıq. Əlbəttə ki, bu suallar sırf sertifikasiya sualları əsasında hazırlanmışdır və daha çox hansı mövzular düşürsə, daha çox hansı mövzulara biz diqqət yetirməliyiksə, həmin mövzulardan sualları salmışam. Baxın, İstər keçən videoda olsun, istər bu videoda olsun, fərqi yoxdur. Bundan sonraki çəkəcəyim hər bütün videolarda mənim dediyim əsas məqamları qeyd etsəz, açar məqamları qeyd etsəz, hansı məqamda qarşımıza necə çıxa bilər qeyd edib onları yadda saxlasaz, bu sizin hardasa bir 70% köməyinizə çatacaq. Ona görə də dediklərimdə, bu izah etdiklərimdə diqqətli olmağınızı xahiş edirəm. İndi isə gəlin baxaq sualların izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, Nəzrin demokratiya anlayışını, bu sualı müəllimlərin çoxu səhv yazmışdı. Demokratiya anlayışını yalnız seçkilərin keçirilməsi kimi izah edir. Deməli, Nəzrin demokratiya anlayışını öyrənib ki, tarix fənnindən, nə bilim, və yaxud da ümumi anlayış kimi öyrənib ki, demokratiya seçkilərin keçirilməsi deməkdir. Onun digər mənalarını, onun digər mahiyyətini, səsimə görə üzrlü sayın, digər mahiyyətini, digər necə deyək, anlayışlarını, hansı başqa mənalara malik olduğunu bilmədiyi üçün yalnız öyrəndiyi sırf faktla, qayda ilə bizə deyir. Deməli, nəzrində faktoloji bilik inkişaf edib. Amma bizdən soruşur ki, nəzrində biliyin hansı növünün inkişafına ehtiyac var. Deməli, nəzrin sırf qaydanı olduğu kimi öyrənib, amma onu daha fərqli, başa düşdüyü tərzdə bizə izah etməsi lazım idi ki, bu da konseptual bilikdədir. İkinci sual, diaqnostik qiymətləndirmə ilə bağlı hansı fikir doğrudur? Bizdən doğru olan fikri soruşur. Baxın, mən burada qara hərflərlə onları qeyd edirəm ki, daha çox diqqətinizi cəlb eləsin. Bir də deyir ki, şagirdlərin dərs boyu fəaliyyətinin müşahidə edilməsinə şərait yaradır. Dərs boyu deyirsə, bu diaqnostik yox, formativdir. Bilirik ki, formativ dərs boyu gündəlik aparılır. İçdə deyir ki, bölmənin sonunda şagird nailiyyətini qiymətləndirir. Bölmənin sonu keçirilən summativ qiymətləndirmədə məzmun standartlara nə dərəcədə çatdığını ölçür. Ölçmək videoların birində qeyd etmişdim ki, asan qiymətləndirmə izahı çəkmişdim. İzləməyən müəllimlər videoyu kəsb edib izləyə bilərlər. Orada ölçmək sözü summativə aiddir. Yeyidir ki, şagirdlərin fəaliyyəti ümumi meyar əsasında, bu isə holistik rubrikin bizə tərifini vermiş olur. Cavabımız D variantıdır. Müəllimlərin ən çox qarşıdırdığı məqam bölmənin sonunda müqayisə xarakterli. Sırf etibarlılıq prinsipini yadda saxlayın ki, məsələn, etibarlılıq prinsipini nə edirdi? Məsələn, ayın əvvəlində də verirdi, ayın sonunda da 2 aydan sonra, 3 aydan sonra gətirib eyni şey verirdi. Burada da belədir ki, biz şagirdlərə bölmənin əvvəlində verdiyimiz tapşırığı ki, şagirdlərə görə bu bölmə haqqında nə bilir, eyni sualları gətirib bölmənin sonunda da verir ki, görək şagird bölmənin əvvəlində nə bilirdi, keçməyəndə nə bilirdi, keçəndən sonra nə bildi artıq həmin mövzularda. Ona görə cavabımız olur D variantı. Üçüncü sualda bizə deyir ki, şagird məktəbdəki tapşırıqları yerinə yetirən zaman çətinlik çəkir və dərhal yoldaşlarına müəllimə müraciət edir. Onlardan istiqamət alan kimi dərhal həll edir və sırf bu cümlə sizi çaşdırmaq üçün qoyulub bura ki, bax, onlardan istiqamət alan kimi dərhal həll edir ki, görəsən bu hansı ola bilər? Ev tapşırıqlarını isə valideynlərin köməyi ilə həll edə bilir. Bizə deyir, şagirddə hansı bacarığın inkişafına ehtiyac var? Savadlıq deyil, çünki savadlıqda şagirdin anlaması, başa düşməsi, dərk etmə prosesi, oxuduğunun mənasını necə deyək, dərk etməsi idi. Rəqəmsal texnologiyalarda telefon, kompüter, planşet, sahibkarlıq bu bazardır, satışdır, yaradıcılıqdır, maliyyədir. Riyazi savadlıq isə gündəlik problemlərdir. Burada şəxsi sosial öyrənməyi öyrənməkdir. Nəyə görə? Çünki şəxsi sosial kompetensiyada şagird hər şeyi özü edirdi. Yəni, artıq o kimisə köməyinə ehtiyac duymurdu. Duysa belə, necə deyək, hər şeyi özü planlaşdırırdı, özü qərarlaşdırırdı, hər şey öhdəsindən özü gəlməyə çalışırdı. Amma burada görürük ki, şagird başqalarından kömək istəyir, müəllimdən, yoldaşından, valideynindən. Deməli, bunun şəxsi sosial öyrənmə kompetensiyası zəif inkişaf etmiş hesab olunur. Daha sonra gəlirik 4-cü suala. 4-də bizə deyir ki, müəllim şagirdlərə kompüterdə proqram üzərində işləməyi öyrətdi. Daha sonra şagirdlər sərbəst icra etməyə başladı. Murad sərbəst yerinə yetirəndə çətinlik deyir, çəkib səhvlər etsə də, Ayxan tez bir zamanda icra etdi. Baxın, sırf bu Ayxan hissəsində yenə də ona görə mən bura qeyd etmişik ki, siz hər hansısa bir, necə deyək, çaşdırıcı bir məqam kimi, məsələn, Ayxanı görüb avtomatik təbiiləşmə düşünəsiniz, amma şərtdə bizdən Muradı istəyir. Biz də deyirik ki, səhvlər edərək öyrənmək, çətinlik çəkərək öyrənmək, özünə məxsus öyrənmək dəqiqlik mərhələsidir.
5. Tarix fənnini, deyir, Nicar tarix fənnini çox sevir və bir gün şagirdlərə maraqlı sual vermək istədiyini bildirdi ki, sual belədir: qədim Şamaxı dəfələrlə zəlzələ nəticəsində dağıdılıb. Şəhər sakinlərinin həyatını qorumaq üçün hansı həll yollarını təklif edərsiniz və inteqrasiyanın növünü. Görürük ki, burada real həyatdan götürülmüş bir problem var və daha doğrusu həll yollarını bizdən istəyir. Burada biz deyirik ki, şagirdlərdə deməli fənüstü inteqrasiya var. Çünki real həyatla bağlıdır. Şagirdlər həll yolları təklif edəcəklər və bir də fənlər arası var. Zəlzələ coğrafiyadır, qədim Şamaxı isə tarix fənni. Fənlər arası fənüstü inteqrasiya. 6-cı sual. Şagird oxuduğu 3 müxtəlif hekayədə qəhrəmanların çətinliklərdən sonra uğur qazandığını görüb belə düşünür ki, bax 3 dənə müxtəlif hekayə oxuyub və deyir belə, deməli ədəbiyyatda əsas qəhrəmanlar həmişə sonda qalib gəlir. Birini oxuyub görüb qalib gəlib, ikisini oxuyub, üçünü oxuyub, dördünü oxuyub, beşini oxuyub və nümunələrdən özü üçün belə bir qayda çıxardır ki, deməli əsas qəhrəmanlar həmişə sonda qalib gəlir. Və biz də demişdik ki, nümunədən qaydaya induktiv düşünmədir. Sonra 7-ci sual. 7-ci sualda bizə deyir ki, aşağıdakılardan biri doğru hesab edilmir. A-da deyir ki, müəllim dərsdə şagirdlərin digər yoldaşları ilə uğurlu münasibət qurması üçün buzqıran strategiyalarından istifadə edərək onların sosial məlumatlı olmasını təmin edir. Bu düzgündür. Buzqıran strategiyalar şagirdlərin bir-birini tanıması üçün olan strategiyalardır və bu yolla şagirdlər arasındakı münasibətlər tənzimlənir. B-də deyir ki, müəllim daim şagirdləri mənəvi əxlaqi mövzuda daim sözünə görə müəllimlər bunu çaşırlar, səhv götürürlər. Amma ki, yəni biz burada səhv etmə ehtimalımızı aşağı salmalıyıq. Çünki daim deyir mənəvi əxlaqi mövzularda müzakirələr, yəni tarixi mövzular, mədəniyyətimizdən, adət-ənənəmizdən bağlı, ədalətli deyir həll yol tapmağa həvəsləndirir. Bunlar hamısı doğru hesab edilir. C-də deyir ki, müəllim təlimdə diferensiallığı təmin edərək bərabər imkanları tələblənməlidir. Bu düzdür, bütün şagirdlərə bərabər yanaşırıq. D-də deyir ki, müəllim sinifdə şagirdləri ədəbi dildən istifadəyə həvəsləndirməlidir. Bu da düzdür ki, biz nə bilim, hər hansısa bir ləhcə ilə və yaxud da hər hansısa bir fikirlər səsləndirərək, məsələn, qeyri-etik fikirlər səsləndirərək və yaxud da şivə, ləhcə, dialekt sözlər, yəni bunlar hamısı qalır. Biz düzgün danışmalıyıq. Cavabımız Y-dir, doğru hesab edilməyən. Çünki şagirdə xüsusi yanaşmaq olmaz. Fərdi yanaşa bilərik, amma xüsusi yanaşa bilmərik. Ona görə də cavabımız Y variantıdır. 8-də deyir ki, verilmiş cavablardan hansı müəllimin yanlışa yol verdiyinin göstəricisidir. Yanlış istəyir bizdən. Müəllim şagirdlərə sual verməklə düşünmə vaxtı verir, mütləq şəkildə lazımdır. Müəllim deyir, hər gün olduğuna görə bunu müəllimlər təşkil ki, hər gün müəllim əlavə plan hazırlamalıdır. Bəli, əslində səriştəli müəllim hazırlamalıdır. C-də deyir ki, müəllim təlim prosesində bərabər imkanları gözləyərək bütün şagirdlərə eyni tapşırıqları üzrlü sayın verir. Bunu saxlayırıq. D-də deyir, müəllim şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirmək üçün açıq tipli suallar, bəli, müzakirə tipli suallar şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirir. Y-də deyir ki, müəllim təlim prosesini effektiv qurmaq üçün şagirdlərin, bir də müəllimlərin yanlış saldığı məqam budur ki, müəllim də şagirdlərin güclü tərəfinə əsaslanır. Deyir, ay müəllim, bəs uşaq zəifdir, belədir, elədir. Xeyr, biz şagirdin güclü tərəfi hansıdırsa, şagirdin maraq meyli haradırsa, onu o istiqamət. Bir var ki, şagirdin güclü tərəfinə əsaslanıb. Məsələn, bu uşağın güclü tərəfi rəsmdir də. Biz bunu niyə ancaq riyaziyyat fənni ilə başlayaq, onu özümüzü öldürək, onu yazıq. Uşağın günün qara eləyək, sən bunu öyrənməlisən, məzmununa öyrədirik, bu düsturları əzbərətdirik. Bu uşağın marağı şəkil seçməkdir. Bunu riyaziyyata, məsələn, bir məsələ var, deyir ki, uşağı hansı ki, bildiyi fəndən hazırlığa qoymaq yaxşıdır, yoxsa bilmədiyi fəndən, deyirlər bilmədiyi fəndən, repetitor yəni, deyirlər yanlışdır, yəni bilmədiyi fənni uşağı bilmədiyi bir şeyi dəfələrlə ona əziyyət ver, öyrət, bu yaxşı hesab olunmur da. Əksinə onu bildiyi bir şeyi daha da təkmilləşdirilməsi lazımdır. Və eyni zamanda burada da ki, bildiyi bir şeyi onun güclü tərəfindən istiqamət vermək lazımdır. Zəif tərəfini neyinirik biz onun? Və cavabımız C-dir ki, şagirdlərə eyni tapşırıqlar biz vermirik, şagirdlərə müxtəlif səviyyəli tapşırıqlar hazırlanır. Və 9. 9-da bizə deyir ki, Garner'in çoxnövlü zəka nəzəriyyəsinə əsasən yanlış olanı seçin. Y-dən başlayacağım, çünki variantımız əvvəldədir. Şəxslərarası intellektə sahib şagirdlər yoldaşlarının jest və mimikalarından anlayır. Bəli, və deyir ki, jest və mimikalarından istifadə etmək isə bədən kinestetikidir. Bunu da yadda saxlayın. Müzakirələrə üstünlük verən şagird verbal lingvistik intellektə sahibdir. Düzdür, danışır orada. Məntiqi riyazi, strateji oyun, bəli, dama, şahmat kimi oyunları.
Bir şagird də bir neçə düzdür, 8 intellekt növünü 8-də inkişaf edə bilər, amma yanlışdır. Maraqlı əl işi hazırlayan şagird vizual intellekt yox, bədən kinestetik intellektdir. Çünki hərəkət var orada. Sonuncu sualımız 10-dur. Elcan hər dəfə müəllimin evə verdiyi tapşırıqları yerinə yetirmir. Situasiya əsasən müəllimin atacağı ilk addımı seçin. Deyir, ev tapşırığını etmədiyi sonra aşağı qiymət yazmaq. Xeyr, biz bunu necə deyək, bilməliyik, bunun səbəbini öyrənməliyik. B-dədir, müəllim əlavə tapşırıq verməlidir. Bu uşaq yazmayıb onsuz da əlavə tapşırıq niyə veririk? Yəni səbəbini bilsək verə bilərik də. Valideynə şikayət edib xeyr, yəni bu da valideyn hələ ilk addımımız deyil. Elcanı tənqid etmək olmaz. Ən birinci biz onunla fərdi söhbət apararaq bunun səbəbini öyrənəndən sonra artıq bilirik ki, biz valideynəmi şikayət eləyək, əlavə tapşırıq mı verək, tənqid mi eləyək, fikrimi bildirək, nə edək? Bunu artıq sonrakı mərhələlərdədir. Ən birinci məsələ problemli suallarda, problemli situasiyalarda hər zaman birinci problemin səbəbini tapıb sonra növbəti addımları tapmalısınız. Yəni səbəbinin varsa variantlardan onu götürməlisiniz ki, birinci səbəb araşdırılmalıdır. Belə dəyərli müəllimlər, bu qədərdir. 10 dənə də bu sualımız idi. İnşallah növbəti günlərdə digər sualların da izahını paylaşacağam. Sınaq 3, sınaq 4 də hazırdır. İzahını çəkdikdən sonra sizlərə təqdim edəcəm. Kimin sualı varsa, istər şəxsi nömrəmə, istərsə də şərh bölməsində yazıb soruşa bilər.